Hər vaxtınız xeyir, hörmətli izləyicilər. Bugün mən sizə kəskin sistit haqqında məlumat vermək istəyirəm. Sistit sidik kisəsinin iltihabı prosesidir. O həm kəskin, həm də xroniki ola bilər. Əgər sistit ildə 3 dəfədən artıq baş verirsə, bu artıq xroniki sistitin əmələ gəlməsinə bir işarədir. Sistit nə deməkdir? Sidik kisəsinin iltihabı. Məsələ bundadır ki, sidik kisəsi daxildən xüsusi bir qatla örtülmüşdür və onun iltihablaşması nəticəsində sistit əmələ gəlir. Qadınlar özlərində nə hiss edirlər? Birinci növbədə tez-tez sidiyə getmək, çox ağrılı və yanğılı sidik ifrazı və sidik ifraz etdikdən sonra kəskin ağrılar. Bu əlamətlər qadınlarda varsa, onlar sistitdən şübhələnməlidirlər. Əmələ gəlmə səbəbləri müxtəlifdir. Birinci növbədə immunitetin aşağı düşməsi, ikinci növbədə kəskin soyuqlama, üçüncü çirkli hovuzlara girmək. Bal ayı sistisi deyilən bir şey var ki, o da cavan ailələrdə olur, təzə evlənmiş adamlarda. Çünki bədənin mikroflorası dəyişdiyinə görə bal ayı sistiti deyilən bir xəstəlik əmələ gələ bilər. Qadınlarda uretranın uzunluğu 4-5 sm-dir. Uretra sidik kisəsindən sonra aşağı gedən bir kanaldır. Onun uzunluğu çox qısa olduğuna görə qadınlarda sistit kişilərə nisbətən dəfələrlə çox tez baş verir. Bundan başqa, vaginal nahiyədə olan xəstəliklər, anal nahiyədə olan xəstəliklər sistitin əmələ gəlməyinə səbəb ola bilər. Ona görə qadınlar öz gigiyenalarına xüsusi fikir verməlidirlər. Vaginal nahiyəni və anal nahiyəni təmiz saxlamalıdırlar ki, onlarda sistit əmələ gəlməsin. Əgər qadınlarda sistit əlamətləri, yəni tez-tez siyimə, yanğılı, ağrılı, göynədən sidik ifrazı varsa, birinci növbədə suyun miqdarını artırmalıdırlar. Çünki suyun miqdarı artıq olduqca bədəndən çıxan sidiyin miqdarı da artıq olur və sidik kisəsindəki infeksiya yuyulub gedə bilər, azala bilər. Mütləq gigiyenaya fikir vermək lazımdır. Əziz qadınlar, yuyunarkən aşağıdan yuxarı yox, yuxarı nahiyədən aşağıya tərəf yuyunmaq lazımdır ki, aşağılarda olan infeksiya sidik kisəsinə keçməsin. Və bir də əgər sizdə sistit varsa və bol su içməklə, gigiyena ilə ötüb keçmirsə, mütləq həkimlərinizə müraciət edin. Həkimlər həm sidikdən analiz götürəcəklər, sidiyin əkilməsini yoxlayacaqlar və vaginal yaxma və vaginal əkilmə ilə diaqnozu dəqiqləşdirəcəklər, müalicə yazacaqlar və beləliklə siz gələcəkdə həm kəskin sistit olmayacaqsınız və eyni zamanda kəskin sistit də xroniki sistitə keçməyəcək. Yay aylarında özünüzə xüsusi fikir verin, təmiz hovuzlara gedin, dənizlərin təmiz hissəsində çimin ki, infeksiya sizə yoluxmasın. Sizə xoş istirahətlər arzulayıram. Diqqətinizə görə çox sağ olun.